1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi iki hissəyə bölünüb. 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kvadrat kilometrlik ərazisi Dağıstan vilayətinə birləşdirilib. 9000 kvadrat kilometrlik ərazisi isə Ermənistana verilib. Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirilib. 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarımız işğal olunub. Bütöv Azərbaycana gedən yol bizdən, Günaz TV-dən başlayır. Hər vaxtınız xeyir əziz seyircilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz Güney Azərbaycan və İran, Azərbaycan, o cümlədən beynəlxalq aləmdə baş verən önəmli hadisələri analiz edirik. Əziz seyircilər, Güney Azərbaycanda vəziyyət yenə də gərginləşib, həbslərin sayı yenə də artır. İnsanlar ana dilini qeyd etmək istədikdə evlərə polislər tökülüşüb, xeyli həbslər var. Elə mənim özüm də bu günlərdə sosial şəbəkələrdən xeyli məlumat, məktub almışam ki, vəziyyət olduqca gərgindir və bu gərginliyi də belə deyək, Quzey Azərbaycan seyircilərinə çatdırmağı məndən xahiş ediblər. Mən də bu xahişi yerinə yetirirəm. Bugünkü proqramımızın ilk mövzusu da elə bununla bağlı olacaq. Proqramımızın qonaqları siyasi şərhçilər Elnarə Kərimova və Sədrəddin Soltandır. Xoş gəlmisiniz. Elnarə xanım, kütləvi həbslər, yəni onlarla, yüzlərlə say getdikcə də artır. Həsən Ruhani prezident seçilməmişdən öncə böyük vədlər vermişdi və bu haqda biz keçən verilişdə sizinlə də müzakirə etmişdik. Nə oldu bəs bu vədlər? Niyə bu vədləri yerinə yetirmir? Əksinə, biz görürük ki, həbslərin sayı da artır. Heç mühafizəkar prezidentin dövründə şərti mühafizəkar. Bu qədər həbslər olmurdu. İlk öncə təşəkkür edirəm proqrama dəvət edədiyiniz üçün. Məsələ burasındadır ki, mən dəfələrlə bunu qeyd eləmişəm. Yəqin ki, Sədrəddin bəy də mənlə razılaşar. İran elə bir sistemdir ki, orada hakimiyyətdə mühafizəkarın və yaxud liberalın olmasından asılı olmayaraq qorunması vacib olan bəzi şərtlər var. Yəni, bu bizim bildiyimiz dövlətçilik anlamında olan şərtlər deyil. Bunlar bizim bəlkə də bilmədiyimiz və yaxud təxmin edə bilməyəcəyimiz müəyyən şərtlərdir ki, bu sırf ölkənin hazırki rejiminin qorunmasına yönəlmiş bir şərtlərdir. Bunları ana dildə qorxudur? Təbii ki, yəni bunları ana dili ən çox qorxudur, belə deyək də. Çünki insanın özünü dərki məhz onun ana dilində danışmasından başlayır. Əgər bu yoxdursa, insan deyir, hansı dildə danışırsansa, hansı dildə fikirləşirsənsə, elə həmin dilin adamısan. Bunları hazırki rejimdə, yəni İranı qorxudan ən böyük şey nədir? Bütün, belə deyək də, o tənqidlərə, təhdidlərə, bütün zorakılığa baxmayaraq insanlarda kütləvi şəkildə bir ana dili sevgisi var və bu sevgi uzun illərdir formalaşır və nəsildən nəslə ötürülür. Nə qədər istəməsələr də, nə qədər bunun qarşısını almağa çalışsalar da, bu belədir və belə də davam edir. Və nə qədər ki, bu belə davam edir, İran rejimi üçün hazırki hakimiyyət və yaxud da ki, bundan sonra gələcək hakimiyyət üçün bu qorxudur. Bu qorxu mənbəyini yatırmaq lazımdır. Bunun üçün mühafizəkar da ola bilər, liberal da ola bilər, fərqi yoxdur. Yəni, əgər bir sistemdirsə və bu sistemin qorunması üçün, tutaq ki, bir evdə 100 nəfəri həbs eləmək lazımdırsa, istənilən rejim buna gedəcək. Yəni, bu yaxında ayın 20-sində bir evdə 100 nəfərin həbs olunması, bunların 59-unun adı açıqlandı. Məsələn, o siyahıda Abbas Lisani kimi tanınmış, olduqca tanınmış şəxslər də var. Dəfələrlə həbsdə olmuş şəxslər də var. Yəni, Abbas Lisani o evə gedəndə hər halda mən təxmin edirəm, bilirdi ki, həbs bir addımlıqdadır. Amma əgər insan dəfələrlə buna baxmayaraq, dəfələrlə həbsə, işgəncəyə baxmayaraq, yenə də o evə, təsəvvür edin, 4 divar arxasında insanlar ana dilini qeyd eləməyə gedirlər. Belə deyək, Quzey Azərbaycanda hansı birimiz ana dili günü kiminsə evinə yığışmışıq və yaxud da ki, heç bir belə deyək, təzyiqimiz yoxdur, üzərimizdə heç bir tənqid yoxdur, təhdid yoxdur, heç bir şey yoxdur. Biz hansı bir kütləvi şəkildə ana dili gününü qeyd elədiyimiz bir zamanı xatırlayırsınızmı?
bir şey yoxdur. Yəni sadəcə ehtiyac, zəruriyyət biz onu bildik ki, fevralın 21-i beynəlxalq ana dili günüdür. Hansısa bir qeyri-hökumət təşkilatda, bir otellərin birində bir saatlıq bir tədbir edir. Yəni biz buna bəlkə də zərurət hiss eləmirik, çünki biz bu dildə danışırıq, bizim uşaqlarımız bu dildə danışır. Məhdudiyyət yox. Məhdudiyyətimiz yoxdur. Amma hərdən oradakı şəraitə baxıb, buradakı şəraiti dəyərləndirəndə, qiymətləndirəndə adam fikirləşir ki, yox, yəni insan əlində olduğunun dəyərini də müəyyən zamanda bilməlidir və qorumalıdır. Yəni bu sözünüzə qüvvət. Məsələn, mən indi məktublar da alıram sosial şəbəkələrdən, Təbrizdən, Cənubi Azərbaycanın digər şəhərlərindən bu tutuklamalar barədə, bu məsələlər barədə məsələn, mənə də qəribə gəlir, çünki adiləşib bizim üçün, amma hiss edirəm ki, sizin sözünüzə qüvvət, əslində bizim də bu məsələyə diqqət yetirməlimiz lazım. Təbii ki, bizim ən azı dəstək nümayişlər Tehran rejiminin Azərbaycan dilinə apardığı mübarizə əslində bizə qarşı apardığı mübarizədir, hətta Quzey Azərbaycana qarşı apardığı mübarizədir. Bəlkə də yəni məsələyə, bu indi müzakirə elədiyimiz məsələyə aidiyyatı yoxdur. Baxın, traktor sazinin qələbəsi. Yəni İran rejiminin o qədər belə deyək də, güclü diktator bir rejimin təzyiqi altında əgər insanlar minlərlə, milyonlarla insan küçəyə çıxıb Bakı, Təbriz, Ankara qışqırırsa və biz əgər bunlara Fəvvarələr meydanında kiçik bir dəstək belə verə bilmiriksə, yəni bu artıq və dəstək verənlərə qarşı o qədər polis zorakılığı nümayiş olunursa, bu artıq bilirsiniz 9 milyonun 35 milyon qarşısında bir utancıdır. Tamamilə doğrudur. Mən də o səhnələri görəndə, yəni bizim bəzi məmurlar anlamalıdırlar ki, bu cür fəaliyyət göstərməklə 5-10 nəfəri traktorun qələbəsinin sevincini bölüşən 5-10 nəfəri belə dəyənəklə, polis dəyənəklə meydandan qovursa, bu soydaşlarımıza güneydə yaşayan çox pis, mənfi qarşılanır. Siz çox önəmli məsələyə toxundunuz, Sədrəddin bəy. Elnarə xanım, həqiqətən bu vəziyyət getdikcə gərginləşir və Elnarə xanım onun da altını çizdi ki, bu ana dilini qeyd edənlərin sayı da çoxalıb. Bir evdə məsələn 100 nəfər toplaşır. Keçmiş illərdə ola bizim belə toplantılar olurdu, bizim məlumatımız olmurdu. Amma müqavimət gücü sanki artıb güneydə yaşayanların. Tehranda, İranda hakimiyyətlər dəyişməsindən asılı olmayaraq, mövcud İranın ya 50 il, 60 il, 100 il əvvəlki İranın saxlanması üçün prinsip var. O prinsip dəyişməzdir. Vahid millət, vahid dövlət məsələsi. Üstə gələk, bu prinsipin də əsasında dayanır Fars mərkəzli İran düşüncə sistemi. Və bunu istər dincisi gəlsin, istər demokratı gəlsin, istər şahçısı gəlsin, bunu 25-ci ildən bugünə qədər davam elətdirirlər. Və bu dəyişməzdir. Və məhz ona görə də, tutaq ki, Məhəmməd Xatəmi hakimiyyətə gələndə, İranın anayasasında 15-ci, 19-cu maddə var, 32-ci, 38-ci maddələr var, iqtisadiyyatın bərabər paylanması, mədəni haqlar filan. Bu 79-cu il inqilabının bəhrəsidir, o həyata keçmədi. Sonraki dövrdə Rəfsəncani'nin hakimiyyəti prezidentliyi dövründə Rəfsəncani türklərə həqarət elədi və Rəfsəncani'ni Təbrizdə yumurta ilə qarşıladılar. Sonraki dövrdə Məhəmməd Xatəmi gəldi. Məhəmməd Xatəminin prezidentliyinin birinci dönəmi də mədəni haqların təmini məsələsini qoymuşdu orada. Güney Azərbaycanlı ziyalılar çoxlu sayda müraciətlər elədilər, filan elədilər, vədlər verdilər, alınmadı. Sonraki, Məhəmməd Xatəmi sonraki prezidentin sonraki dövrdə iqtisadi məsələləri qoydu. Əhmədicad hakimiyyətə gəldi, o da yenə Güney Azərbaycanda, ümumiyyətlə İranda onlar Güney Azərbaycan demirlər, özdə qövmlər deyirlər, tayfa kimi təqdim edirlər, etnik qrup kimi təqdim olunmur. Onlar da gəndə mədəni haqlarının təmin olması ilə bağlı məsələlər verdi. Rəfsəncani ilə, Mir Musəvi ilə mübarizəsində Əhmədnicad da, Mir Musəvi də, ikisi də türk dilinin tədrisi ilə bağlı müəyyən işartılar verdilər, amma 15-ci anayasanın 15-ci maddəsi çərçivəsində. Sonra Ruhani hakimiyyətə gələndə də Ruhaninin proqramında elə bir ciddi Güney Azərbaycan türklərinə ya etnik qrupların, hansı haqların təminlə bağlı elə bir ciddi vədlər yox idi. Hətta deyəcəm, sadəcə olaraq onların verdiyi vədlər nədən ibarətdir? Verdiyi vədlər qövmlərin mədəni haqlarının təmini o baxımdan yoxdur. Güya bunların da öz dillərində çalıb oxuya bilərlər, ya məktəbdə qəzet buraxa bilərlər. Sonra da elan elədilər ki, Azərbaycan türkçəsi universitetlərdə fakultativ dərs kimi təqdim olunacaq. Bütün bunların hamısı aradan 35 il keçib. Bu 35 il müddətində 79-cu ildə Azərbaycan türkləri öz milli haqlarının təmini ilə bağlı şüarlar qoymuşdular ortalığa.
Təbriz qiyamının, Təbriz üsyanının televiziyanın alınması falan məsməkanı, bunların hamısı həmən o milli haqqın təmini ilə bağlı olmuş hərəkat idi. Amma inqilab 35 ildə gətirdi, anayasaya o maddəni saldı, onunla belə onu vermədi. Amma bugün artıq 15-ci maddə də azlıq eləyir. Nədən? Çünki bölgədə artıq dəngələr dəyişibdir. Aktyorlar, yeni proseslər başlayıb. Məsələn, 35 il bundan qabaq İraq sakit idi, Suriyada sakitlik idi, Afrikanın şimalında sakitlik idi, SSR kimi bir nəhəng bir dövlət vardı. İran hakimiyyəti siz dediniz, məntiqi başa düşmürmü ki, belə mübarizə aparanda bunu əks effekt? İndi gəlirik ora, o məsələyə gəlirik. İranda nə məsələ qoyur? Bu yaxın bir-iki ay bundan qabaq Əli Laricani bir fikir dedi ki, Türkiyədəki cəmiyyətin Türk dövlətinə bağlılığı ilə İrandakı bağlılıq fərq eləyir. Və o deyir ki, Türkiyədə cəmiyyət öz dövlətinə daha bağlıdır. İranda isə o qədər ötən bu proseslərə dövr ərzində o qədər təzyiqlər olubdur ki, ayrı-ayrı etnik qruplar mərkəzdən qaçmaya meyillilik eləyirlər. Maraqlı etirafdır əslində. İran rəsmisinin dilində. Bunu mən deyirəm, mərkəzdən qaçmanı mən deyirəm. Və İranda artıq etiraf eləməyə başlayırlar ki, İranı parçalamaq istəyirlər. Yəni bunu dövlətin rəsmiləri İranın parçalanma məsələsini deyirlər. Əgər deyirlərsə, deməli bunun prosesi var və bilirlər. Amma nə edirlər? Məsələni örtbasdır eləyirlər. Məsələn, nə deyirlər? İranda heç bir milli məsələ yoxdur. Ya Ruhaninin müşaviri çıxış edir ki, İranda qövmlərin mədəni haqları verilməlidir. Ara sıra bu məsələləri deyirlər. Amma bu məsələnin deyilməsi üçün əməli hərəkət yoxdur. Eynən, təsəvvür edin ki, Urmiya gölü 20 il yaxındır quruyur. Urmiya gölü ilə bağlı vədlərdən başqa, ora bir damcı su atan varmı? Yox. Tehran hakimiyyətdə boş-boş vədlər verir. Əgər boş-boş vədlər verməsəydi, Ruhanisi, Əhməd Nicatı, Rəfsəncanisi, Xatəmisi İranda bütövlükdə bütün etnik qrupların, fars olmayan etnik qrupların mədəni haqlarının təmini ilə bağlı addım atsaydılar, onda nədən tuturdular? Niyə ərəbləri 5-6 gün bundan qabaq bir ərəb gəncini öz ərəb milli hərəkatı, milli haqların təmin hüququna mübarizə edən ərəblərdən biridir. Onu niyə edam elədilər? Niyə Tehranda 200 nəfərlik məclisə girib, oradakı insanların İsrağa gün olub hadisə, girib oradan adamlar tuturlar, ya Ərdəbilində, ya Təbrizində falan da niyə tuturlar? Əgər sən bu millətin mədəni haqqını vermək istəyənsənsə, onda da onu niyə tutursan? Deməli, ona şərait yaratmalı, yaxud onları danışığa çağırmalı, dinləməlisən. Məsələn, Xatəminin dövründə Tehranda xani millətlər, etniklər evi yaranmışdı. Ora yığışırdı, ərəbləri gəlirdi, türklər gəlirdi, kürdləri falanları. Mən sözdə söhbətlər eləyirdilər. Gördülər ki, bunu cavabını verə bilmirlər. O xani bağladılar, getdi. Və oradakı olan insanların yarısı xaricə qaçdı, yarısı da ki, tutdular falan elədilər, dağıtdılar onu. Tehran hakimiyyəti istər Rıza Şahın dövründə, istər Məhəmməd Rıza Şahın dövründə, istər Xomeyninin qurduğu bu sistemdə heç bir millətin milli haqqını vermək nə istəyindədir, nə də iqtidarında. Nədən? Çünki bizdə dostlardan birinə bir dəfə sual vermişdi ki, dostlardan biri demişdi ki, İrandakı adamlara bu millətin dilinin haqqını niyə vermirsən? Bu 100 ilində məktəb oxusun da. O da qayıt demişdi ki, biz sizin dilinizin altında nə yatır onu bilirik. Bayram, bu məsələyə qayıtmaq istəyirəm. Bu toplantılar ki var, məsələn, insanlar toplaşır, dili qeyd edirlər, beynəlxalq ana dili günü qeyd edirlər. Bəlkə İran rejimi qorxur ki, həmin gün dildən çox başqa məsələlər müzakirə oluna bilər. Bu bir məsələnin bir tərəfi. Bəzən də mən belə bir fikirlər də eşidirəm ki, güya İranda bir 2 tirəli idi, 3 tirəli idi, bəlkə də prezident istəməz bu qədər həbslər həyata keçsin. Amma mümkündürmü prezidentin istəyi xaricində kütləvi belə həbslər həyata keçirsin? Bu birinci məsələyə qayıdaq, o qorxu ki, nədən? Ən adi mən bir məsələni xatırladım. Yəqin ki, Sədrəddin bəyin yaxşı xatırında olar. Nüsrət Kəsəmənli Təbrizdə vəfat eləyəndə. Bilmirəm, xatırlayırsınızmı, yoxsa yox. Yəni, Nüsrət Kəsəmənli müalicəyə getdi və əməliyyat zamanı, yəni orada rəhmətə getdi və onu gətirdilər. Təbrizdə, belə deyək də, bir lider
kimi kimsə ortaya çıxsın, bir lider, belə bir şey yoxdur. Yəqin ki, Sədrəddin bəy məndən razılaşar. Lokal formada hansısa hərəkatlar var, hansısa aksiyalar var və həmin aksiyanın içində kimsə daha öncül ola bilər. Amma bugün biz deyək ki, Güneyin bir lider var. Yəni belə bir adam müəyyən zamanlarda tutaq ki, Abbas Lisaninin sözü və yaxud Əzim Qədiminin müəyyən qədər daha çox fəallığı hiss olunur. Amma lider formasında tutaq ki, Ukraynadakı, Kiyevdəki kimi, Kliçko kimi bir lider hələ ki yoxdur. Yəni bunu formalaşmasına imkan da. Yəni imkan da verməzlər buna. Mən nəyə gətirmək istəyirəm? Nüsrət Kəsəmənli vəfat eləyəndən Nüsrət Kəsəmənlinin 3 mərasimini Təbrizdəki bir məsciddə qeyd eləməklə bağlı kiçik bir bildirişlər yayıldı. Yəni Təbrizdə indi orada yaşayanlar, oranın insanları bilir. Kimsə vəfat eləyirsə, bunun vəfatı ilə bağlı müəyyən vərəqələr çap olunur və şəhərin bütün küçələrinə həmin vərəqələr yapışır. Yəni o həminlə bağlı belədir. Kim ki bilsin ki, bu adam vəfat eləyib və onun yas mərasiminə gəlsin. Bu ilə məqsəd budur. Yəni Nüsrət Kəsəmənli ilə də bağlı belə bir bildirişlər yayıldı və bildirildi ki, filan gün, filan məsciddə 3 mərasimi veriləcək. Yəni bu ən adi, belə deyək də, insanların öz dillərində, onların dilində yazan, həm də Nüsrət Kəsəmənli orada sevilən bir adam idi. Bir şairi yad eləmə mərasimi idi. Amma nə baş verdi? Yəni İslam Respublikasında məscidin qapısına qıfıl vurulmaq, bu çox nadir hallarda görünə bilən bir şeydir. Yəni. İmkan verməmək başqa bir şeydir. Məscidin qapısına qıfıl vurmaq, bu tamam başqa bir şeydir. Necə izah elədilər? İzah elədilər ki, məscidin daxili sistemlərində bəzi nasazlıqlar var və o nasazlıqları biz insanlarımıza normal ibadət şəraiti yaratmaq üçün həmin nasazlıqları aradan qaldırmalıdır. Və çox nə qədər də qəribə olsa, həmin nasazlığı aradan qaldırmaq üçün o tədbirin təxirə salınması kifayət elədi. Yəni tədbir təxirə salındı. Bir neçə nəfəri həbs elədilər. Gələn uşaqlardan bir neçə nəfər, o bildirişləri yayan uşaqları saxladılar. O müəyyən qədər həbslər oldu və beləliklə də ondan sonra məscidin qapısı açıldı. Təmir başa çatdı. Yəni bu ən adi bir faktdır ki, insanları orada yığışsalar nə edə bilərdilər? Nüsrət Kəsəmənlinin ən azı Azərbaycan dilində, öz ana dilində yazdığı bir neçə şeiri oxuya bilərdilər. Yəni bir insanın yas mərasimində bundan artıq daha bir şey olmazdı ki. Təbii ki, eləməyəcəkdilər. Və yaxud əgər eləsəydilər belə, yəqin ki, onu müəyyən bir çərçivəyə salan bir təşkilatçılar olacaqdır. Hər halda orada yaşayan insan təhlükənin hardan gələcəyini bilir. Əgər bu baş verib bir neçə il bundan əvvəl, yəni bizim bu mühafizəkar dediyimiz tutaq ki, rejimin zamanında, amma indi demokrat da demək, liberal, yəni ruhani daha çox liberal adlandırırlar. Bəli, o sualıma qayıdıram ikinci hissəsinə ki, bu prezidentin bu istəyi çərçivəsində bu proseslər, həbslər həyata keçir, yoxsa o haradasa özünü kənarda tutmağa çalışır? Yox, onun özünü kənarda tutmaq kimi bir şansı yoxdur. Yəni, əgər o rejimdəsənsə, o rejimin rəhbərliyində təmsil olunursansa, onun mənafələrini müdafiə eləməlisən. Bu, bir evdə 100 nəfərin həbsi də lazım gəlsə ola bilər və yaxud 3 nəfərin edamı da ola bilər. Yəni Sepah bu həbsləri, bu edamları öz başına həyata keçirir. Yox. Heç bir. İran öz başına nəyinsə elənə biləcəyi bir ölkə deyil. Biz məsələyə biraz demokratik yanaşırıq. Biz öz düşüncəmizin süzgəcindən keçirik. Həsən Ruhani dövlətin lideri deyil. Nə də rejimin başında deyən adam deyil. Bu rejimin başında Ayətullah deyəcəm. Bu rejimin başında Ayətullah Seyyid-Əli Xamneyi durur və onun görünməyən dəstəsi var, Ayətullahlardan ibarət. Dünənləri 5-ci gündə cümə namazında Ayətullah Cənnəti durub çıxış elədi, dedi ki, biz Amerikaya ölüm şüarını davam elətdirəcəyik. Bəli. Baxın, Həsən Ruhani bu hakimiyyətin sözcüsüdür. İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Amerikada görüşlər keçirdi. Görüşlər keçirdəndən sonra İranın daxilində bir sıra təpkilərlə üzləşdi. Qayıtdı, dedi ki, mən bu danışıqların hamısını ağanın icazəsi ilə aparmışam. Yəni, Ayətullah Seyyid-Əli Xamneyi və onun institutunun, yəni idarəçiliyinin dəstəsinin nəzarətindən kənarda bir söhbət ola bilməz. Və o dəstə də türk deyil. Onun içərisində vilayətçisi var, onun içində qatıb faşovnisti var, ordusu var, türkü də var. Yəni, bunlar İranlıdırlar və bu rejimin əsasını təşkil edirlər. Siz Ayətullah, Həsən Ruhani çox nahaq yerə şişirirsiniz. Nə Həsən Ruhani kim olsa belə ölkədə dəyişiklik apara bilməz.
bu ölkədə dəyişiklik aparmaq üçün birinci Ayətullah Xamneyinin səlahiyyətləri azalmalıdır. Onun istəməsi və səlahiyyətləri azalmalıdır. Bu ölkədə konstitusiya dəyişikliyi getməlidir. Bu ölkədə cəmiyyətdə islahatlar getməlidir. Bu ölkədə milli haqlarla bağlı, milli haqların təminlə bağlı islahatlar, bu ölkədə iqtisadi islahatlar getməlidir. Elə belə deyil. Bu ölkədə baş verə biləcək dəyişiklik gözün qabağına gətirdiyi Suriyadakı müharibədən də, Misirdəki müharibədən də, Liviyadakı qarşıdurmalardan da, Əfqanistandakı müharibədən də daha dəhşətlidir və daha ağırdır. Çünki İran Suriya kimi dünən, İraq kimi İsrağa gün, Liviya kimi o birisi gün yaranan, Tunis kimi yaranan dünənki dövlətlər deyil. Buradakı sistem panfarsizm tarixi 1000 ildən artıqdır. Firdosilərdən, falanlardan gələn bir cəryandır. Və bunu İranda illər uzunudur. Sasanilərdən sonra ki, Farslar hakimiyyətdən getdilər. Ondan sonra gətirdilər Fars hakimiyyəti, 20-ci əsrin əvvəllərində Farsları zülmlə gətirdilər hakimiyyətə. İndi təzədən bu Fars, bu atın belindən düşüb atı verərmi ki, Türk gəlsin, falanı gəlsin? Çünki bunu Türkü atdan salan İngilislər oldu, Qacarlar sülaləsini ləğv elədilər, çöldən tutma bir dənə Rıza Şahı gətirdilər, hakimiyyətə qoydular. Onu da bütün sistemi qurdular, ətrafına da gətirdilər, Farsları yığdılar. Nə var, Osmanlı Türkü ilə Qacar Türkü islahat gedirdi. Hər ikisi bölgədə ən möhtəşəm iki Türk dövləti olacaqdı. İslahatlı, konstitusiyalı monarxiyalı, normal dövlət yaranacaqdı. Bunun qarşısını aldılar. Osmanlı o günə qoydular, İranda da gətirdilər, Rıza Şahı gətirdilər, qoydular. Orada da o da başladı həmin o prinsipi aparmağa, türkləri məhv etmə siyasəti gedirdi. Əslində sözlərinizdən belə çıxır ki, İslam inqilabını həyata keçirirən bu dini rejim və yaxud dini lider Xamenei Rıza Şah Pəhləvinin davamçısıdır. Xomeyni və onun indiki əslində bunun səlahiyyəti... Onu devirsələr də onun siyasətini həyata keçirirlər. Bunun səlahiyyəti Məhəmməd Rıza Şahınkindən da çoxdur. Niyə? Çünki bu həm o dünyaya nəzarət edir, həm bu dünyaya. Çünki müştəhidlik haqqı da var Xomeyni'də, Xamneyni'nin. Razıyam, yəni İrandakı daxili situasiya verdiyiniz qiymətlə razıyam. Ancaq hər halda Qərblə danışıqları üzdə Həsən Ruhani aparır. Və Həsən Ruhani üzdə Qərblə dostlaşmaq istəyir, Qərblə normal münasibətlər qurmaq. Amma Sədrəddin bəyin də söylədiyi kimi, bu tərəfdən də İran daxilindəki mollalar, elə dini liderin özü də Amerika əleyhinə şüarları biraz intensivləşdiriblər. Yəni bu əslində Ruhani belə çıxır ki, bu həm xəbərdarlıq mahiyyəti daşıyır, həm də Qərblə danışıqlarda sanki əl qolunu bağlayırlar. Düzmü qiymətləndirmədir? Bilirsiniz, İrandakı sistem elədir ki, həmin sistemin əleyhinə kiçicik bir təhlükə belə həmin anda siyasətin, belə deyək də, çomağın o birisi başının görsənməsi üçün kifayətdir. Mesela mən nəyi xatırladım? Bir zamanlar, bir neçə il bundan qabaq PKK-nın İran qolu olan PEJAK-la bağlı, bilirsiniz də, yəni İranda kifayət qədər problemlər yaşandı. Yəni onlar, tutaq ki, Ərdəbildə, Urmiyədə, Xoyda rahatlıqla hansısa kəndə hücum eləyə bilirdilər, ateş aça bilirdilər, çox rahat idi. Bu gün də davam edir. Yəni bu gün də davam edir və bu kütləvi xarakter alırdı və o qədər zamana qədər ki, bu davam edirdi, mərkəzdən bunların qarşısında dur deyən yox idi. Yəni aydın məsələ idi ki, tutaq ki, assimiliyasiya siyasətidir, həmin ərazidən Azərbaycanlıların köçməsinə, türklərin köçməsinə nail olmaq, bölgənin kütləşdirməsi, bu həmin siyasətə xidmət edən bir şeydir. Amma o zaman ki, artıq ali dini rəhbər görürdü ki, vəziyyət bir az dəyişmək istəyir, yəni onun da mövqelərinə tutaq ki, hansısa bir silahlı təcavüzün işartıları görünməyə başlayır. Dərhal çomağın o birisi tərəfi göründü və dəfələrlə neçə nəfərlər edam olundu. Yəni PEJAK üzvləri, onlara qarşı hətta qoşun çıxartdılar, qoşun yürütdülər, işgəncələr, edamlar, nə? Və bu qarşı tərəfdən təbii ki, PEJAK-dan da buna qarşılıq verildi. Yəni bu elə məsələdir ki, nə vaxt ki mənafelər toqquşmur, o zamana qədər yaşıl işıq var. Və o zaman ki, hansısa mənafeləri, mən demirəm toqquşmaya qədər onlar gətirib çıxartmırlar. Yəni toqquşmanın ehtimal olunduğu anda belə onun qarşısını almaq məsələsi var. Belə deyək də, onda Ruhani ilə Xatəminin indiki mərhələdə
maraqları, mövqelərin toqquşması ehtimalı varmı və yaxud? Yox. Baxın, İranın hakimiyyətin Hatəmi dedim, özü yekcins deyil. Yəni hakimiyyətə, hətta ki, məsələn, Demokratlar Partiyası gəlib və Demokratlar Partiyası idarə edir, ya Respublika. Yəni siyasi sistem qarışıqdır və siyasi sistemin özü də inqilab, yəni İslam inqilabı deyirlər ona, amma bu inqilabdır. Orada hər cürə qüvvələr var. Sadəcə olaraq İslamçılar güclü olduğundan vəziyyətə nəzarət edirlər və götürdülər. O inqilab idi. İranda solçu da var, sağçı da var. Əslində bu sistem, biz danışırıq, amma bu sistem keçən verir. Yəni daha çox anarxiya, xaosa bənzəyir. Anarxiya deyil, çox içərisində çox nizamı var bunun. Çox güclü nizamı var. Bunun qərarları kim verir, kim icra edir? Hamısı nizamlıdır. Dövlət quruluşu özün, yəni indi müasir dövlət nədir? Parlament var, ta ki var, prezidentlik var, məhkəmə sistemi var və bunların hamısının başında dayanan ali rəhbər var. Amerika ilə münasibətləri kim tənzimləyir? Ali rəhbər. Və niyə onda anti-Amerika şüarları da bu yaxınlarda Obama özü də etiraf elədi ki, biz Həsən Ruhani, bu İranın yiyəsi Həsən Ruhani deyil. İranın yiyəsi Ayətullah Seyyid Əli Xamneydir. Və danışıqları birbaşa onların razılığını, onun razılığı ilə aparmaq lazımdır. Ayətullah Xamney haqqında çox böyük təsəvvürləri var, yəni qərbi. Amma Xameneyə bir Amerikanla masa ətrafında oturmaq. Nə var? Əgər, məsələn, bütün ölkələrin proletarları birləşin, şuarı ləğv olan kimi SSR də dağıldı mı? O şuar, bəli. İsrailə ölüm, Amerikaya ölüm, bu İranın siyasi ideoloji şuarıdır. Bu şuardan imtina eləmək artıq bütün qapıları, darvazaları qərbə, Amerikaya açmaq deməkdir. Söhbət imtinadan getmir. İndi nə məsələ, nə mərhələ gedir? Bəli, bəli. İllər uzun Amerika ilə İran arasında münasibətlər həmişə olub. Heç vaxt bu münasibət dayanmayıb. Gizli də olsa gedir. Baxın, 2012-ci ildə İranla Amerika Birləşmiş Ştatları arasında iqtisadi ticarət dövriyyəsi 250 milyon nə qədər olub? 2013-cü ildə isə 312 milyon olub. Yəni 2013-cü ildə 2012-ci illə müqayisədə 24% artıbdır. Yaxud Amerika Birləşmiş Ştatları İranın bir sıra siyasi rəsmi liderlərinə sanksiya tətbiq eləyir və deyir ki, banklardakı hesablarınızı donduracaq. Bunların pulları hardadır? Həmən Amerika Birləşmiş Ştatlarının nəzarət eləyə biləcəyi banklar sistemindədir. Dünyadan sonra başqa bank sistemində yoxdur. Bəli, çünki dollarla qoyurlar, dollarda onlar nəzarət eləyirlər. Deməli, yaxud İstər İran-İraq müharibəsi savaşı ərəfəsində bunların əlaqələri olubdur. O İran-Gate əməliyyatı vardı. Amerika Birləşmiş Ştatları İrana silah satırdı ki, onun bir hissəsi, bəli, İranın silahın bir hissəsini İraqla müharibə İran sərf eləsin, bir hissəsini də Əfqanistandakı mücahidlərə versin. Sonra o anlaşma Rəfsəncanıda, o danışıqları aparanda Rəfsəncanı olubdur. Sonra o bəyənmədikləri Amerikadan silah alırlar. Həmişə bu Amerika Birləşmiş Ştatlarından bunların həmişə aşağı-yuxarı 50-ci dövlət, 30-cu dövlət, yaxın-yuxarı təmasları olubdur. İndi proses nəyə gedir? İndi o pərdə yoxdur, pərdə açılır, birbaşa kontakta girir. Məsələn, ta ki John Kerry ilə Məhəmməd Cavad Zərif öpüşür. Bəli, görüşür və... Yaxud İran İsraillə bağlı. Məsələn, Əhmədnijad neyinirdi? Əhmədnijad holokostu inkar edirdi. Amma Zərifə deyir ki, olub. Ruhani də dedi ki, faciədir. Zərif də dedi ki, faciədir. Bir daha təkrarlanmamalıdır. Və bir tartə. Deməli, artıq bu altyapıda 4-cü, 5-ci əllə gedən danışıqlar indi birbaşa masa üstəsinə çıxır. Və hakimiyyət nə etməlidir? Birdən-birə Xamney deməlidir, yox, Amerika ölüm şüarından imtina edir. Xeyr, danışıqlar ərəfəsində hələ payızda. Xamney dedi ki, qəhrəmancasına təslim olmaqdır. Yəni, Amerika ilə danışıqları qəhrəmancasına təslim olmanın qəhrəmancası olmur. Yəni, bu ifadədir ki, biz qəhrəmanlıq göstərdik, amma təslim olmağa doğru gedirik. İranın vəziyyəti gün-gündən ağırlaşırdı.
İqtisadi vəziyyəti, yəni izləyənlər çox gözəl bilirlər ki, 6 ay bundan öncəki ilə müqayisədə İranın pulu qiymətə minibdir. Güclü şəkildə inflyasiya gedirdi. Heç kim İrandan alver eləmək istəmirdi. İranda dərman preparatları və dərman çatışmazlığı var idi, ərzaq çatışmazlığı vardı. Taxılın pulunu ala bilmirdi, yaxud taxılın pulunu ödəyə bilmirdi. Qazaxıstan şirkətlərindən, Kanadasından, Amerikasından, Avropasından. Və bölgədə də vəziyyət gərginləşib. Amerika Birləşmiş Ştatlarının, Qərbin ordusu var. Bütün İranı əhatə edən hər yerdə. İraqda var, Suriyada başqa şəkildə var. Suriyadan qonşu deyirlər, amma hər halda var. Əfqanistanda var, isti sularda da var, Körfəzdə də var, eləmi? İran nə qayırmalıdır? Və Rusiya da bunun arxasında dayana bilməz uzun müddət. Çünki Rusiya həmişə İranı satıb. Və Rusiya İran üçün etibarlı partnyor olmayıbdır azından 100 ildə. İranın ən etibarlı partnyoru ingilislərdir. Dəyişilməz ən etibarlı partnyoru İngilis olubdur. Bir də sonraki 50-ci illərdən sonra Amerika gəldi oldu. Və bugünə qədər də İran İngilis və Amerikanı sevir. O Rusu, Almanı, Fransanı sevmir. Şahı da sevirdi, mollası da sevir. Bəli, onun bütövlükdə bölgədə bunların Məhəmməd Rıza Şahın dövründə də Fələstin məsələsi müdafiə olunurdu. Burada bir maraqlı məqam da oldu ki, deməkdə məqsədim nədir? Yəni, bunların götürülmüş xarici kurs ki yoxdur. O xarici kurs Məhəmməd Rıza Şahın dövründə də vardı. Burada nə oldu? Sadəcə olaraq Amerika ilə İran arasında şahın təhvil verilməməsi məsələsində bir anlaşılmazlıq yarandı. Bir də əməkdaşların, səfirliyin əməkdaşların 444 gün girov saxladılar. Bu tip şeylərdə oldu. Amma Amerika Birləşmiş Ştatları Xomeyni hakimiyyətə gəlməzdən öncə Amerika Birləşmiş Ştatları nümayəndələri Xomeyni ilə söhbət eləmişdilər və onun qarşısında şərtlər qoymuşdular ki, hakimiyyətə gələndə falan məsələləri eləməyəcəksən. Onlardan biri də neft savaşının aparmaması idi. Yəni, Elə bu sonuncu məsələdən başlayalım. Neft savaşı dediniz. Ruhani siyasətin bir tərkib hissəsi kimdə yeni çalar. Ruhani siyasət deyil. Əslində biz İran hakimiyyətini. Amma biz üzdə Ruhaninin adı çəkilir deyə. Məsələn, birinci məqsədi kimi nüvə məsələsində müəyyən irəliləyiş var. Yəni elə bilirik ki, İran tanımır. Amma Ruhani deyil orada. Sanksiyalar da bir qədər yumuşalmağa doğru gedir. Bəzi Avropa ölkələri də yumuşaldıb artıq. Və üçüncü istiqamət Sədrəddin bəy yaxşı xatırlatdı, neft. BP şirkəti onsuz da vaxtilə İranda yaranıb və indi onu dəvət edirlər İrana. Yəni, belə çıxır ki, əslində bu siyasətin arxasında da Sədrəddin bəyin dediyi kimi Ruhaninin adını hallandırmayaq. Yenə də dini lider dayanıb, bu siyasəti aparır. Ali lider. Ali lider. Dini deyil, ali. O, Kanaq Anayasasında rəhbər və rəhbərlik bölməsi var. Orada Ayətullah Seyyid Əli Xamneyinin vəzifəsi ali rəhbər gedir. Onda mən belə bir ikiyüzlülük görürəm. Bu söhbətimizdən də o qənaətə gəldim. İkiyüzlü nədən ibarət? Bir yüz ondan ibarətdir. Güya ki, Amerika əleyhinədirlər, Amerika əleyhinə şüarlar deyirlər, həmin Xameneyin özü də. Amma digər tərəfdən reallığı da anlayaraq ölkə uçuruma doğru gedir, iqtisadiyyat, sosial sahə dağılır. Həmin Amerika və ingilislərə yol axtarır. BP-ni çağırır, digər neft şirkətlərini çağırır. Ya bu siyasətin sonucu nə olacaq? Deməli, zaman-zaman bu siyasətdən hansınasa üstünlük verməlidir. Özü ikisini də əldə saxlamağa çalışacaq. İkisini də əldə saxlamağa çalışmaq, yəni bu insan xislətinə uyğun olan bir şeydir. Yəni heç birindən vaz keçmək istəmirsən. Amma son anda ikisindən birinin üstündə hesab getməli olursan da. Yəni Neft Nazirinin ta ki parlamentdə Zəngənənin çıxış edib deməsi ki, biz qərb şirkətlərini İrana dəvət edirik, xüsusən Xəzər məsələsinin adının hallandırılması və bunu gətirib ona bağlaması ki, İranda həmin Xəzərin kondensat yataqlarını işləmək üçün müasir texnologiya yoxdur. Yəni biz sırf müasir texnologiya baxımından qərb şirkətlərinə əməkdaşlıq eləmək istəyirik. Yəni bu bir növ belə deyək də qərb şirkətlərinə şəxsən mən qərb şirkətləri üçün bunu bir mesaj kimi dəyərləndirirəm. Yəni əgər siz müasir dünyada, yəni dünyada indi bu dəqiqə savaşlar neft üzərində gedir, neft müharibəsidir. Əgər sən İranın enerjisinə yol tapmaq istəyirsənsə, İrana qarşı da sanksiyaların ən azı yumşaldılması və yaxud tamamilə dayandırılmasına nail olmaq üçün bizə kömək eləməlisən. Yəni İran bilir ki, bugün ta ki BP şirkəti və yaxud başqa bir böyük neft şirkəti indiki şəraitdə onun gəlib İranda işləməsi qeyri
qeyri-mümkündür. Yəni ən azından sanksiyalar var. Amma həvəs hissi olunur. Həvəs hissi olunur. Böyük şirkətlərin İranda yenidən qayıtması hissi olunur. Təbii ki, bu böyük bir bazardır. Yəni İran bazarı çox böyük bir bazardır və bu bazardan öz mənafeyini görən heç kəs... Vaxtilə onlar bütün o yataqlarını da milliləşdiriblər. Milliləşdiriblər, amma yenə də yəni müəyyən şeyləri geri qaytarmaq təbii ki, güzəştə hazırdılar və bir tərəfdən də siz fikir verin, son zamanlar böyük neft şirkətlərinin qərb dövlətlərinin müəyyən çağırışları olur İranda sanksiyaları yumşaltmaqla bağlı. Yəni bu dolayısıyla İrana verilən cavabdır. Mən gəlmək istəyirəm, amma indiki şəraitdə mənim gəlməm mümkün deyil. Yəni mənim gəlməyim üçün, amma iki tərəfin müəyyən razılaşmaya getməsi lazımdır bunun üçün. Amma təbii ki, orada da ağa var, öz aramızda. Təbii ki, hər yerdə ağa var və İran, mən belə güman edirəm ki, yəni bu təkcə texnologiya məsələsi deyil. Təbii ki, indi böyük bir dövlətin rəsmisi çıxıb biz bunu bacarmadıq və yaxud bizi bu vəziyyətdən çıxarın deməyəcək. Bunu ən azından yəni bir dövlət başqa bir dövlətdən və yaxud hansısa şirkətdən kömək istəyəndə mən bunu bacarmadım demir ki. Mən bunu bacarıram, sadəcə daha yaxşı eləmək istəyirəm və buna görə məsələn sənin texnologiyaya ehtiyacın var. Amma təbii ki, burada Xəzər məsələsinin adının hallandırılması biraz Azərbaycan üçün o status məsələsi. Əslində Azərbaycana biraz da paxıllıqlar tutur İrandakı hakimiyyətin. Görürlər ki, böyük neft şirkəti Azərbaycanda çox rahatlıqla çalışır. Nə var? Buyurun. O su hövzələrində İranın su ərazilərində karbohidrogen yataqlarının araşdırılıb ortalığa üzə çıxmasıdır. Yatağı yoxdur Xəzərdə. Burada var. Burada təkcə məsələn İran deyir ki, biz Xəzərdən vaz keçmirik, amma orada işimiz yoxdur. Bunların əsas işi dəniz tərəfdəki, yəni Bəhri ilə, filanla, qonşuluq ərazilərində, Omanla, o ərazilərdə, çünki onlar neft çıxardırlar, oradan qaz da çıxardılar filan. Məsələn, İran nə deyir? Deyir ki, 216 milyard dollar bizə neft sənayesinin inkişaf elətdirilməsinə filanına qədər sərmayə lazımdır, o da bizdə yoxdur. Baxın, İranın, Amerika Birləşmiş Ştatlarının prezidentinin keçmiş mavini Dick Cheney'nin şirkəti var idi. Halliburton adında bir şirkəti var idi. Onun İranla 1 milyard yarım dollarlıq müqaviləsi var idi. O şirkət İrandan haradasa 7-8 il bundan qabaq getdi. Onda da nə vaxt getdi? Elə ki, sanksiyalardan sonra gəldi ortalığa çıxdı ki, sanksiyaların icrasına nəzarət məsələsi çıxanda Halliburton getdi. Onun ardınca BP getdi. Yəni BP də elə bizim ölçülərlə müqayisədə dünən yox sırağa gün çıxıb. Lukoil da dünən yox sırağa gün çıxıb. Sonra Statoil da, sonra nədir o fransızların şirkəti? Total da, hamısı təzəlikcə çıxıbdır. Deməli, dünənə qədər siz İranı bəsləyirdiniz. Məsələn, İranda bir jurnalist vardı, Əkbər Gənci. Uzun müddət içəridə oturdu filan elədi. Avropada mətbuat konferansı keçirdi. Qayıt dedi ki, siz deyir bu rejimi müdafiə edirsiniz, saxlayırsınız. Necə? Deyir, siz İranla iqtisadi əlaqələri davam elətdirməsiniz, bu rejimin iqtisadi rıçaqları çökər və rejim dəyişər. Deməli, indi hadisələr fərqli istiqamətdə inkişaf edir. O dediyiniz ikiyüzlülük məsələsi də nədir? İran birdən-birə sıravi ölkə vətəndaşına deyə bilməz ki, mən qapını açıram. Onun başını hələ bu cürə pişirməlidir ki, Amerika bizim düşmənimiz. Baxın, biz orta məktəbdə öyrəndik ki, Leninin əsərlərində də deyirdi, nədir? İmperializm çürüməkdə və ölməkdə olan, kapitalizm çürüməkdə və ölməkdə olan imperializmdir. Elə deyilmi? Yoxsa tərsiniydi? İmperializm çürüməkdə və ölməkdə olan kapitalizmdir. Amma 80 ildən sonra biz ölməkdə və çürüməkdə olan kapitalizmin dalınca süründük. Hələ bu gün də çata bilmirik. Onun texnologiyasından və yaşıl dollarından, kolasından asılı vəziyyətdik. İranda da həmin o məsələdir. Nədir? İran dedi ki, Xomeyninin siyasəti bu idi. Nə qərb, nə şərq. Üçüncü yol. Dünyada üçüncü yol yoxdur. Hindistan da üçüncü yolu seçdi. SSR ilə Amerika arasında, İngilis arasında qaldı vəziyyətdir. O birisilər ki, kim ki üçüncü yolu seçirdi, SSR də qoşunu yeridurdu ora, Amerika da qoşunu yeridurdu ora. Müharibələr gedirdi və bugün də müharibə, məsələn, bilirsiniz də, 2-ci Dünya müharibəsindən sonra müharibələr artıq Afrikada getdi, başqa ölkələr ərazilərdə getdi. Məsələn, Cənubi Afrika Respublikası bir mənalı şəkildə İngilisi qəbul elədi. Amma onun qonşuları Mozambiklə Angola nəmnüm elədi. Ona görə Angoladan, Kubadan ora əskərlər göndərdilər, onları oxşayanların falanlarını və Sovet geyindirirdi.
Baxın, indi üçüncü yol yoxdur və bu günlərdə qütb də yoxdur. Yəni, bu günləri dünya tək qütbləşibdir. Rusiya çaba göstərir ki, müxtəlif layihələrlə, gömrük biri ilə, Avrasiya ilə, MDB ilə filanla bu məsələni ikinci qütb yoxdur, amma mümkündür. Niyə? Çünki onun o qüdrəti yoxdur, texnologiyası yoxdur, iqtisadiyyatı zəifdir, cəmiyyətin dayanıqlığı zəifdir və öz vətəndaşına qarşı Rusiyada milli ayrı seçkilik varsa, o cəmiyyət dağılacaq. İranda da həmən o proses var. İranı niyə sevməyən qüvvələr var? İndi tutaq ki, bəziləri də İran bizim vətənimizdir falan bəzməyə. Amma İranda bu dövləti sevməyən vətəndaş var və özü də az deyil. Və bu vətəndaşlar bu ölkəyə vergi verir. Bunun haqqı təmin olunmur. Bu dövləti sevmir. Bu bəribaşdan artıq sənin deyil. Və burada vətəndaş cəmiyyəti yoxdur. Vətəndaş cəmiyyəti mütəhərrik həlməşik olan, yəni dəyişkən, səbatsız olan, istiqrarsız olan cəmiyyət və dövlət təhlükəsizliyini təmin edə bilməz. İranın da təhlükəsizliyi davamlı surətdə parçalanma dərəcəsinə qədər təhlükəlidir, dağıla bilər. Eynən də Rusiyada da o cürədir. SSR də o cür olmuşdu. SSR də, bəli, sevməyən daxildə o qədər insan var idi və xaricilər də buna təkan verirdi. Bax, prosesi İranda gedən, məsələn, İran nə etmək istəyir? Güya cəmaatı çağıracaq, burada işsizlik falan ləğv olunacaq və çoxlu pul qazanacaqlar falan eləyəcəklər. Bu ondan da yaddan hər şey çıxacaq. Xeyr, Liviyada vətəndaşlar çox gözəl yaşayırdılar. Sosial təminatı çox yüksək. Əslində sizin dediyinizi qısa şəkildə belə təsvir etmək olar ki, iki yol var. Ya islahat aparmalısan, ya da indiki kimi saxlamaz. Amma indiki kimi saxlamaq da sənə yaxşı işinə etmir. İslahatın özü də, çünki insanların imkanları artacaq, danışmağa başlayacaq, problemlərin yaranacaq. Bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər etdi. Amma səfər görünür uğursuz alındı. Niyə görə? Çünki səfərdən bir neçə gün sonra məlum oldu ki, Türkiyə İranı məhkəməyə vermək istəyir, beynəlxalq məhkəməyə qazın qiymətini hələ də yüksək saxlayır. Ya bu həqiqətən ondan xəbər verir ki, bu səfər alınmayıb və Ruhani nə qədər bəyan etsə də ki, biz Türkiyə ilə dost münasibətlərə çalışırıq, amma elə özü və dini lider digərləri elə bu münasibətlərin əleyhinə belə çıxış işləyirlər. Siz İranla Türkiyə heç vaxt dost olmayıb. Yəni və yəqin ki, bundan sonra da heç vaxt dost olmayacaqlar. Sadəcə hər iki tərəf müəyyən dövrlərdə müəyyən qədər ağıllı siyasət yürüdür. Məsələn, mən xatırlayıram Sezərin prezidentin Təbrizə səfərini məsələn. Bu həmin zaman idi ki, Təbrizdə belə deyək də 2000-ci illərin əvvəli. Bəli. Təbrizdə bir Məhdazadə qəzeti çıxırdı. Mənim də həyatımın 4 ili həmin qəzetlə bağlıdır və bu fars dilində çıxan qəzet idi. Yəni çox dayanıqlı bir qəzet idi. Uzun bir tarixi var idi bu qəzetin. Atadan miras kimi ötürülmüş bir mətbu orqan idi və hətta özünüz bilirsiniz də, yəni İranda həmin dövrlər üçün hətta indi də hansısa bir mətbuat orqanında, yəni icazəsiz nəyinsə yazılması mümkün olan bir şey deyil. Və mən xatırlayıram, biz həmin qəzetin manşet deyək də, manşetini xoş gəldin Sezər belə bir başlıqla Türkiyə ləhcəsində də, Türkiyə türkcəsində belə bir başlıqla qoymuşduq və Sezərin xatırlayıram, özü səfər çox coşquyla keçdi. Coşquyla keçmişdi. İnsanların yəni küçəyə çıxmasına belə deyək də icazə verildi. Müəyyən qədər bir günlük də olsa çıxmasına, yəni o ilə bir türk dilində hansısa bir münasibətin qurulmasına icazə verildi və hətta gəlib Təbriz kimi bir şəhərdə, yəni Təbrizin yeganə qəzeti idi Məhdazadə qəzeti və manşetə bunu nəşr olunurmu indi? Bəli, indi də nəşr olunur. Və eyni hadisə Abdullah Gülün səfərində də daha coşqulu oldu. Yəni müəyyən qədər belə deyək də yaşıl işıq yandırmaq cəhdi. Bu həm də cəmiyyətin reaksiyasını... Amma Türkiyədən qorxurlar yəni. Müəyyən qədər qorxurlar və cəmiyyətin reaksiyasını öyrənmək də burada əsaslı. Yəni İran o sistemdir ki, cəmiyyətin fikrini öyrənməyə üçün həmişə müəyyən qədər qurulub institutları olub. Yəni bizdən fərqli olaraq. Yəni düşünürsünüz ki, əgər Sezər və ya Abdullah Gül Təbrizə gəlir və coşquyla qarşılanır, bunlar fikirləş, aha, deməli burada xalq hərəkatı necə ola bilər? Yəni cəmiyyət hələ unutmayıb da, yəni cəmiyyət hələ Türk olduğunu unutmayıb. Tehran hakimiyyətinin əlində əlac olsa, Türkiyəni bir gün içərisində məhv eləyər. Nə məsələ var? Necə ki, bizim məhv eləmək istəyir. Əhməd Davutoğlu gəldi Tehranda, dedi ki, İstanbuldan sonra türkçə danışan ən böyük şəhər Tehrandır. Bu gün ya dünən ya sırağa gün
Ruhani Türkiyə məsələləri üzrə özəl nümayəndə təyin edildi, vaizini. Onu necə oxumaq lazımdır bu vəzifənin? Vaizi İnformasiya və Texnologiyalar Naziridir. Ümumiyyətlə, bu vəzifənin... Türkiyə üzrə prezidentin özəl təmsilçisi. Bu təmsilçinin yaranması, niyə başqa ölkə ilə yox, Avropa ilə yox, Gəldik o məsələyə. Buyurun. Türkiyə İran üçün Erdoğan hakimiyyətinin dövründə bir nəfəslik oldu. Qara pullarını da yudular. Qara pulların yuyulmasından tutmuş dünya neftin. Məsələn, tutaq ki, Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri dəfələrlə Türkiyə elan elədi ki, İranla neft qaz alverin dayandır, biz ona sanksiya tətbiq eləmişik. Və Türkiyə bunların hamısından həmişə imtina elədi. Məntiqi də var, deyir ki, BMT-nin qərarı yoxdursa, mən niyə imtina eləməliyim? Bəli. Və alver də getdi, davamlı sürətdə alver və bu günlərdə 22 milyard dollara qədər iki dövlət arasında ticarət dövriyyəsi var. Yaxşı, bəs onda çox güman ki, 30 milyard dollara çıxacaq. Məsələ nədir? Məsələ burasındadır ki, bu Türkiyə Azərbaycandan və Rusiyadan aldığı qazın 325-370 dollarındadır. İrandan isə 400 dollardan baha alır. Və zaman-zaman da İran Türkiyəyə ötürdüyü qazı kəsir. Məsələn, bu yaxınlarda qışda kəsmişdi. 1 milyard yarım Türkiyə İranı cəza məhkəməyə verir. Məsələ burasındadır ki, o müqavilənin oxumamış, açıqlanmayıblar. Yəni, görür ki, o müqavilənin şərtlərində müəyyən məqamlar var ki, İran Türkiyəyə hansısa şərtlər daxilində qazın qiymətin aşağı salacaq. O müqavilə bizdə yoxdur. Müqavilənin şərtlərini İran pozub. İran müqavilənin şərtlərini pozduğuna görə Türkiyə hökuməti İranı beynəlxalq məhkəməyə verir. Yəni, müqavilənin şərtlərinin pozulması da qiymətə dəlalət edir, yəni qiymətə təsir göstərir. Müqavilədə qiymətlərlə bağlı məqamlar var, o məqamları İran pozub. Türkiyədə bu nöqteyi nəzərdən... Məntiqi başa düşmürəm. Yəni, siz də qeyd edin, bir tərəfdən Türkiyə ilə pəncərə dediniz, rolunu oynayır, amma bir tərəfdən də Türkiyə ilə münasibətləri gərginləşdir. İndi nə var? Perspektivə İrana çox, yəni dünyanın nəhəng neft-qaz şirkətləri gəlir. Bəli. Türkiyə neynəməlidir? Türkiyə ona yadına salmalıdır ki, mən sənin yanında olmuşam dar günlərində. Ona görə mən də bu layihələrdə yer almalıyım. Mənim yerim olmalıdır. Və Türkiyə indidən İrandan pay istəyir. Qarantılamaq istəyir ki, filan əraziləri mənə verir. Qaranta biləcək, İran ona qədi verəcək. Söhbət ondan gedir ki, çox güman Tehran, Ruhaninin ya İranın vəziyyəti o qədər də elə sevindirici deyil ki, bu dəqiqə razılaşdıq, 6 aydan sonra İran dönüb olacaq Amerikanın ən yaxşı qardaşı, elə iş yoxdur. Hələ çox bir proses gedəcək, uzun proses. İran vəziyyəti hələ bundan sonra başlayır keyf orada. Nə məsələ var? Türkiyə İrana lazımdır. Azından perspektivdə İranda müəyyən islahatlar aparılmalıdır. Və Türkiyədən İranın öyrəniləsi məsələləri var. Nədir? Türkiyədə dini yönlü, dini ideologiyalı insanlar hakimiyyətdədir. Ölkə layiq olsa da hakimiyyətə dini ideologiyalılar gəlibdir. Qalstuklu dini... Bəli. Bəli, perspektivdə də İran cəmiyyətdə müsəlmandır axı. Nə qədər orada aşağı yuxarı ateistlər falanlar və əlaxır və s. qüvvələr olsa da, amma ümumi götürəndə bu ölkə İslam ölkəsidir. Və burada yəni bayağı İslam deyil də, təməli olan, illər uzunu falan olan və perspektivə ola bilsin İran layiq bir dövlət ola, amma hakimiyyətdə həmən o sayaq dini yönlü, dini ideologiyalı insan və necə xatırlayırsınız, Misirdə, Liviyada hərəkat başlayanda Türkiyəni örnək çəkdilər. Hətta Liviyalılar Erdoğanın şəklini də qaldırmışlar, falan elədilər, nə elədilər. Yəni İran da o yolu getmək istəyirmi? Heç şübhəsiz ki, İranda son 100 ildə nə hadisələr baş veribsə, Rıza Şahın dövründə falan da o həmişə Türkiyədən örnək götürübdür. Siz çox güman ki, o videoya baxmışsınız da, Rıza Şahın rəhmətlik Atatürkün danışığı var. Rıza Şah özdə türkcə danışır orada Atatürklə falanla. Bunlar davamlı surətdə Türkiyə ilə
yəni o şahlar arasında olan qarşılıqlar falanları, qarşıdurmaları nəzərə alınmasa, bunlar davamlı sürətdə bir-birindən alver olan, bir-birindən təmaslı olan dövlətlər olubdular. Mən şərtlər daxilində ayrılıblar. Kim daha çox qazanıb bu, belə deyək də, sövdələşmədən? Son 10 ildəki sövdə hər ikisi. Hər ikisi qazanır. İran, xüsusən İran çox qazandı. Niyə? İran Türkiyədən, bax bu son 2 ildə, 3 ildə dərman preparatları aldı. Ərzaq təminatı oldu. Tekstil. Ən əsası isə hakimiyyətin qara pulları yuyuldu. Və qara pullarla bağlı bu gün mən Türkiyə mətbuatının özündə oxudum ki, əslində bu qara pulların özü Erdoğan hakimiyyətini çox gücləndirdi. Bəli. Çünki o qara pullar hesabına İrandan yuyulan qara milyardlar Türkiyəyə daxil oldu. O da iqtisadi manevrlar edə bildi. Erdoğan hakimiyyətini gücləndirdi. Xatırlayırsınızda Erdoğan hakimiyyətə təzə gələndə İngilis qəzetlərindən biri yazmışdı ki, İran Erdoğanın hakimiyyətə gəlmək üçün 15 neçə milyard dollar pul veribdi. Erdoğan da sonra həmən o qəsdi məhkəməyə verdi və o prosesi uddular. Məsələ nədən ibarətdir? Məsələ buradadır ki, İran o qara bazara mal çıxardır. Yəni sanksiyaların təsirindən, məsələn, Babək Zəncanini niyə tutdular? Elə deyəcəm, Babək Zəncanini niyə tutdular? Babək Zəncaninin tutulmasının məsələlərindən biri də Babək Zəncaniyə tutaq ki, kvota verilibdir, bu qədər neft satacaqsan və güzəştli neft satacaqsan. Güzəştli neft nə deməkdir? Dünya bazarındakından ucuz sat, ged alıcı tap. Biraz özünə saxla. Bəli. Bu da alıcı kimdir? Ən yaxını Türk olduğundan Babək Zəncani kimdir? Qəssab oğludur da. 98-ci ilə qədər bankda şofer işləyibdi. Bank direktorunun şofer işləyib. Kimdir? Zəncanda Qəssabın oğludur. Gəldi o, kimdən işləyə bilər? Türkiyədən. Niyə? Türkiyəni həm dili bilir, həm adamları da, həm də yoxdur. Gəldi orada əlaqələr qurdu, alveri elədilər. Və bu puldan, çünki Babək Zəncaninin milyardları var. Amma Babək Zəncanının o milyardları Tehran hakimiyyətinin nəzarəti altında olan milyardlardır. Babək Zəncanı ora qoyulma adamdır. Yəni icraçı da deyil. Hə, ora nəyə tutdular? Babək Zəncaninin adı Amerika Birləşmiş Ştatlarının sanksiyalar tətbiq olunanların siyasındadır. İkincisi, Türkiyədə korrupsiya və rüşvətxorluq əməliyyatı gəlir və bir ucuda gəlir İrana çıxır. 87 milyard məsələsi çıxır ortalığa, kimi tutmaq lazımdır? Ruhaninin müavini deyir ki, bu korrupsiya əməliyyatında İranda adı çəkilən adamların kvotadan, güzəştlərdən sui-istifadə edərək dövlətin əmlakı mənimsəyiblər. Ölkənin ejeyi yoxdurmu, Möhsin Ejeyi prokurorun sözçüsü də qayıtdı, dedi ki, gətirsin o dövlətdən yayındırdığı pulu gətirib versin. Amma onun deyir sərvəti bunu ödəməyə kifayət eləməyəcək. Gətirsin onu versin, biz də onu çıxarıq. Burada biz 200-lükdən danışırıq İran hakimi. Bir 200-lü də elə bu qaz məsələsində çıxır. Məsələn, Türkiyə haqlı olaraq deyir ki, sən mənə baha qaz satsan. Bu da deyir ki, iqtisadi səbəblərlə bağlı. Amma həmin o Ermənistana 2 dəfədən də ucuz qiymətə İran qaz. Yəni bunu necə izah eləmək olar? Burada artıq aşkar görünür ki, açıq-aşkar görünür ki, burada iqtisadi amil yox, siyasi amil özür olunur. İran zaman-zaman Sədrəddin bəy də bilir, yəni siyasətini belə deyək də İran çox gözəl siyasət aparır. Yəni zaman-zaman bunu sübut edib. Amma bəzi məsələlərdə də çox açıq şəkildə siyasətinin məğzini büruzə verir. Yəni bundan heç zaman çəkinmir. Ən azından məsələn Ermənistan məsələsində, Ermənistan və Azərbaycana münasibət məsələsində İran zaman-zaman belə bir mövqeyini ortaya qoyub. Məsələn, indi deyirsiniz qaz məsələsi ilə bağlı. Yəni ola bilsin ki, İran bunu əsaslandırır ki, məsələn Türkiyənin tələbatını ödəməklə Ermənistanın tələbatını ödəmək məsələn fərqli bir məsələdir. Ta ki biz burada insani baxımdan, yəni o bizim İran iqtisadiyyatı üçün orada itirilmiş milyonlar elə böyük bir vəsait deyil. Əgər biz fikirləşəcəksək ki, bizim qonşuluğumuzda belə çətin vəziyyətdə olan insanlar var. Allah hamını bir yaradır. Yəni bu bazarı itirmək istəmirik. Bunun gələcəyi var. Əgər sabah tutaq ki, Azərbaycanla Ermənistan əbədi düşmən olmayacaqlar. Bunlar sabah münaqişə hansısa formada həll olunacaq və İran bu münaqişənin həll olunmasında öz rolunu göstərmək istəyir. Amma nədənsə həmişə Ermənistan tərəfə meyl eləyir, heç vaxt Azərbaycan tərəfə meyl eləmir. Yəni bu məsələlər var. Üstəgəldə İran Azərbaycandakı səfiri bir söz deyir, Ermənistanın səfiri tamam fərqli sözdür, Azərbaycanı təhdid edir. Yəni əslində bunlar siz necədir? Yəni səfirin təbiidir ki, ölkənin mənafelərindən kənarda hansısa bir bəyanat vermək
vermək səlahiyyəti də yoxdur, ixtiyarı da yoxdur. Amma nədənsə mən həmişə fikir vermişəm, Ermənistandan gedən səfirlər, göndərilən səfirlər erməni kimi düşünürlər. Sanki yəni o bilmirəm, o mühitin təsirindəndirmi və yaxud tapşırıq elədi və yaxud seçilmiş, təbii ki, seçilmiş insan. Amma nəsə Azərbaycana gələn səfirlər heç vaxt bir Azərbaycan, hətta gələnlər türk olsa belə heç vaxt bir türk kimi düşünə bilmirlər. Azərbaycanın mənafeyinə heç vaxt açıqlama vermirlər. Ermənistana nefti, qazın ucuz satılması Rusiya amili ilə də bağlıdır. Bilirsiniz ki, Ermənistanın qaz sektoru Rusiyanın nəzarəti altındadır. Şirkət də Rusiyaya məxsusdur. Və Rusiya da Ermənistana qazı ucuz satır başqa dövlətlərlə müqayisədə. Heç şübhəsi... Amma Rusiya İrandan fərqli olaraq gizlətmir. Bizim strateji müttəfiqimizdir. Ola bilsin ki, və bu belə də ola bilər, o məqsədlə yəni Rusiya ilə aralarında olan anlaşmaya görə İran Ermənistana o sayaq o qiymətə qazı ötürür. Yəni İranın bəhanəsi var. Kifayət qədər, yəni o pis işə bəhanə tapma, bəraət qazandırmağı olur da, pis işləri. O səfirlərin məsələsinə gələndə, baxın, İran bura Azərbaycanı sevən səfir göndərə bilməz. Və heç o yoxdur da. Çünki onlar hamısı Ayətullah türkləri göndərir, amma heç onlar da Əfşar Süleyman, Güyəki... O da qalmaqallar qoydu, getdi. Dəxil yoxdur. Onların istəniləni, gələni bir siyasət. Ayətullah Seyyid Əli Xamneyi hansı siyasətə qulluq eləyirsə, hansı siyasi ideologiyaya, düşüncəyə qadirdirsə, onun daşıyıcılarıdır. Onlar hamısı İran mərkəzli fars düşüncə sisteminin daşıyıcılarıdır. Onlar burada hətta belə istəsələr belə onu eləyə bilməzlər. Amma Ermənistanda isə öz ölkələrdir. 5-6 il bundan qabaq İrəvanda fars dili konfransı keçirildi beynəlxalq və İran farsları qayıtdı, dedi ki, ermənilərlə farslar eyni kökdəndir və biz eyni dilliyik. Və doğrudan da dil ailələrinə baxanda fars dilindən erməni dili eyni dil ailəsinə aiddir. Və üstəgələk münaqişə, yəni hər iki dövlət müstəqil olandan və Azərbaycan torpaqları işğal olandan bəri İran davamlı sürətdə Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər eləyir. Bu bizdən almaq üçün nəyisə güzəştə eləmək üçün. Biz deyirik ki, Ermənistana niyə belə? Deyir ki, sən mənə burax gəlin, mən səni eləyim. Məsələn, Xomeyni adlı İmdad Cəmiyyətinin Azərbaycanda işinə fitva verildi, dayandırıldı. Tutaq ki, o Ermənistanda fəaliyyət göstərə bilər və ermənilər də doyuzdura bilərlər o pulla. Türklərin verdiyi pullardır, o pullarla ermənilər doyuzdura bilərlər. İndi biz bunu orada, onlar güclü fəaliyyət göstərsələr, qayıdıb biz desək ki, sən İmdad Xomeyni Cəmiyyətini orada yaxşı fəaliyyət edir. Deyirsən, məni qovdun. Yəni, bu şəkildə... Əslində biz deyirik İranın bu Azərbaycan siyasətinə gəlib çıxdığı mövzu. Yəni, bu siyasətdə də kardinal ciddi bir dəyişiklik yoxdur və olacağı da gözlənilmir. Yenə söz sahibi həmin adamlardır. Siz demiş, İrəvandakı səfirə bir tapşırıq verilir. Dövlətin siyasəti. Dövlətin siyasəti. Bakıdakı səfirinə bir vəd verilir. Maraqlı söhbətə görə hər iki qonağıma təşəkkürümü bildirirəm. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonaqları siyasi şərhçilər Elnarə Kərimova və Sədrəddin Soltan idi. Dünya xəritəsində İran bəlkə də yeganə ölkədir ki, beynəlxalq ana dili gününü qeyd edənləri belə kütləvi şəkildə həbs edir. Mən doğrusu tarixdə dillə mübarizə aparan hansısa ölkənin bu mübarizədən qalib çıxdığını xatırlamıram. Belə bir misal yoxdur bəlkə də. Göründüyü kimi bugünkü proqramımızda biz bu vaxtda da geniş danışdıq. İranda dövlət başçısı istəyir dırnaqarası mühafizəkar və yaxud dırnaqarası islahatçı olsun. Çox təəssüf ki, heç birinin Azərbaycanlılara və ana dilinə münasibəti dəyişmir və bu siyasətini də hər zaman kimi davam etdirirlər. Amma bu siyasətin də onlara yaxşı bir nəticə vəd etdiyini düşünmək də çətin olardı. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.